Qanunvericilikdə deyilir ki, istehsalı dayanmış nəqliyyat vasitələrinə, digər marka və model nəqliyyat vasitələrinin xarici işıq cihazlarının quraşdırılmasına yol verilir. Açıq-aydın şəkildə göstərilir ki, nəqliyyat vasitəsi istehsaldan dayanıbsa, misal üçün mənim avtomobilim 2007-nin Sonatasıdır. Bu artıq istehsal olunmur. Bunun yerinə Restyle var idi 2008, 2010, 2010-un qıdata ortasından sonra ümumiyyətlə gövdə də dəyişdi. Mən öz avtomobilimə 2007 modelə 2009-10-un Restyle modelin farasını da qoya bilərəm, nə bilim arxa stoplarını da qoya bilərəm, qabaq və arxa buferlərini də qoya bilərəm. Çünki ümumilikdə mənim avtomobilim Hyundai Sonata olaraq qalacaq. Düzdürmü? Gövdə dəyişmir. Sadəcə həmin bu əlavə detallar dəyişdi. Həmçinin qanun da mənə icazə verir ki, lap Sonata olmasın, başqa bir marka və model nəqliyyat vasitəsinin xarici işıq cihazlarının, əgər hər hansısa bir Volkswagen olsun, Mercedes olsun, BMW-nin farası mənim avtomobilimə tam gəlib oturursa, qanun bunu açıq-aydın şəkildə deyir, icazəsi var. İstehsalı dayanmış nəqliyyat vasitələrinin digər marka və model nəqliyyat vasitələrinin xarici işıq cihazlarının quraşdırılmasına yol verilir. Yetər ki, pavorotnik işləsin, dalnisi olsun, blicnisi olsun, avariyası və s. Yəni bunlar hər şey qaydasında olsun. Dönmə işıqlar işləsən, hamısı. Bəli, bunlar işləməlidir. Qanun buna icazə verir. Amma mən öz avtomobilimə 2007-ni 2015 Sonataya yığa bilməyəcəm. Çünki həm gövdə dəyişir, həm onların faraları, detalları fərqlidir. Restyle nə qədər sənin avtomobilin istehsalçı zavod tərəfindən eyni gövdə olursa və bunun üzərində bir neçə dənə restyle edirsə, adətən bu səhv etmirəmsə Pradolarda falanda olur da gövdə. Bunları etmək olar. Burada hər hansısa bir qayda pozuntusundan söhbət gedə bilməz. Çünki nə banını dəyişirsən, nə rəngini dəyişirsən, nə motorunu dəyişirsən və s. marka model olaraq qalır.